Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün noyabrın 11-idi və noyabrın 12-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir və cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14, gündüz isə 17-20 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq və qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturuna gəlincə, havanın temperaturu gecə 8-12 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacaq. Dağlarda isə 3-7 dərəcə gecə isti, gündüz isə 8-13 dərəcə isti olacağı proqnozlaşdırılır.